Azərbaycan hakimiyyəti dövlətin bütün imkanlarını əlində cəmləşdirərək müxtəlif yollarla ölkə əhalisini tam sıxılmış, əzilmiş bir duruma salmaq istəyir və demək olar ki, buna artıq nail olubdur. İllərdir, 20 ildən çoxdur ki, xalqa qarşı aparılan mübarizənin nəticəsində ölkədə müstəqil media, azad mətbuat demək olar ki, qalmayıb, hər şey ləğv edilib. Ölkə üzrə hətta qəzet və jurnalların satışı da tam məhdudlaşdırılmış bir vəziyyətdədir. Bütün rayonlarda, hətta kəndlərdə belə Heydər Əliyev adına dəbdəbəli muzeylər, mərkəzlər açılsa da kitabxanalar bağlanıb, ləğv edilib, dağıdılıb. İnternetin imkanları bəlli olduğu kimi çox məhdud bir vəziyyətdədir. Bir sözlə, Azərbaycan sakinləri oxumaq və yazma imkanlarından belə demək mümkünsə məhrum ediliblər. Eyni zamanda vətəndaşların sərbəst toplaşma azadlığı tamam əllərindən alınmış vəziyyətdədir. Vətəndaşlar hətta artıq miting və aksiyaların hansı qaydada keçirildiyini belə unutmağa başlayıblar. Buna misal olaraq göstərə bilərəm ki, son zamanlar insanlar etiraz edəndən yaxşı halda yolu kəsərək haykü yaratmaqla etirazlarını bildirməyə cəhd göstərirlər. Bu da maksimum 30 dəqiqə çəkir və 30 dəqiqə ərzində polislər bunu vəhşicəsinə dağıdır. İnsanların dini ibadətlə belə məşğul olması hökumətin nəzarəti altındadır. Bu gedişdə günlərin birində qəbirlərin içinə kamera qoyub ölülərin çürümə prosesinə nəzarət etsələr mən qətiyyən təəccüblənmərəm və bütün bu proseslər baş verdiyi bir zamanda pişik quyruğu ilə oynayan kimi Azərbaycan hakimiyyəti artıq 3 ildən çoxdur ki, vətəndaşlar haqqında Azərbaycan Respublikası qanununa müxtəlif əlavə və dəyişikliklər etməklə məşğuldur. Bir neçə il öncə dəyişdilər ki, bəs Azərbaycan Respublikasında Azərbaycan Respublikası vətəndaşının ikili vətəndaşlığı ola bilməz. 2014-cü ildə qanuna yeni bir əlavə etdilər ki, bəs başqa ölkədə bələdiyyə, hərbi, bir sözlə dövlət qurumlarında çalışan Azərbaycan Respublikası vətəndaşlıqları vətəndaşlıqdan çıxarılacaqlar. Amma bununla da nədənsə rahatlıq tapmadılar və qanunu daha da çətinləşdirmək üçün, mütəzələşdirmək üçün yeni yollar axtardılar və qanuna yeni əlavə olundu ki, başqa ölkə vətəndaşlığı qəbul etmiş Azərbaycan Respublikası vətəndaşı bu qanuna dəyişik qüvvəyə minəndən sonra bununla bağlı olduğu ölkədə aidiyyatı icra hakimiyyəti orqanına bir ay ərzində məlumat verməsə, həmin şəxs cinayət məsuliyyətinə cəlb olunar, cərimə edilə və ya məcburi şəkildə ictimai işlərlə cəzalandırıla bilər. Beləliklə, anlaşıldı ki, kim 2014-cü ilin iyun ayının 30-dan sonra başqa ölkə vətəndaşlığı alıb və bir ay ərzində olduğu ölkədəki Azərbaycan Respublikası konsulluğuna, səfirliyinə və ya nümayəndəliyinə bununla bağlı məlumat verməyibsə, həmin şəxsləri cəza gözləyir. Hazırda Azərbaycan Respublikasının sərhəd qurumları ölkəyə daxil olan və xaricdə yaşayan xarici ölkə vətəndaşlığı almış istənilən Azərbaycan vətəndaşını bununla bağlı sorğuya çəkib incidirlər. Lakin görünür, bu qanunu sağa-sola çevirənlər, bu qanunu dəyişənlər yenə rahatlıq tapmayıblar. Onlar indi də Avropa Birliyi ölkələrinin Suriya və digər müharibə gedən ölkələrdəki cihadçılara qoşulanları vətəndaşlıqdan çıxarmaqla bağlı verdikləri qərarların dublikatını tələm-tələsik Azərbaycan Respublikasında tətbiq etməyə cəhd göstərirlər. Bununla bağlı bu günlərdə vətəndaşlar haqqında qanunun 18-ci maddəsinə yeni dəyişikliklər hazırlayıblar və dəyişikliklərə görə kim terrorda iştirak edirsə və ya konstitusiya quruluşunu zorla dəyişdirməyə cəhd göstərirsə, bununla bağlı addımlar atırsa, həmin şəxslər vətəndaşlıqlarını itirə bilərlər. Bundan başqa, əgər bir vətəndaş xaricdə dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçərsə, düşmənçilik zəminində dini məhzəbləri yayar, dini ayinlər adı altında başqa dövlətdə dini münaqişələrdə iştirak edərsə, eyni zamanda həmin fəaliyyətə digər şəxsləri və ya şəxsi cəlb edərsə, yaxud bu məqsədlə silahlı qrup yaradarsa, həmin şəxslər vətəndaşlıqdan məhrum ediləcəkdir. Qanuna olunan bu dəyişiklik və ya olunacaq bu dəyişiklik iş başdan alqışlanmaq mümkündür. Lakin maraqlıdır ki, məsələn, dövlət bir şəxsi vətəndaşlıqdan çıxardıqdan sonra onun taleyi, həmin insanın taleyi necə olacaq? Avropa Birliyi ölkələrindən cihada qoşulan şəxslərin əksəriyyətinin ikili vətəndaşlığı var və bu səbəbdən onlar bir vətəndaşlığı itirdisə, digər vətəndaşlıqları qalır, yəni başqa bir ölkəyə gedə bilirlər. Məlumat üçün bildirim ki, əməkçi miqrant 1950-1970-ci illərdə Avropaya, Türkiyədən, Mərakeşdən, Əlcəzairdən, Tunisdən və digər ölkələrdən gəlmiş insanların, gəlmiş şəxslərin çoxunun özləri və ailələri ikili vətəndaşlıq saxlayırlar və ikili vətəndaşlıqları var. Bu şəxslərin ailə üzvləri cihada gedərsə, o zaman onların vətəndaşlıqdan məhrum edilməsi ciddi bir proses yaratmır və onlar digər ölkənin vətəndaşlığını əlində saxlayırlar. Amma bu günə qədər hələ ki belə bir olay olmayır. Avropalıların hələ konkret olaraq bir mövqeyə gələ bilmədikləri bir zamanda Azərbaycan hökumətinin vətəndaşlar haqqında qanuna belə tələm-tələsik dəyişiklik etməsinin sonu
görəsən nə olacaq və məqsəd nədir? Yaxşı, Azərbaycan vətəndaşı daşansısa bir arazı, taylı vətəndaşlıqdan çıxardılar. Onu nə edəcəksiniz? Hansı ölkəyə göndərəcəksiniz? Və ya hansı ölkə onu qəbul edəcək? Ölkə öz sakininə sahib dura, onu qanunla tərbiyələndirə bilməyibsə, belə bir terrorçunu vətəndaşlıqdan çıxarırsa, ikinci və üçüncü ölkə ona sahib duramıyor. Ümumiyyətlə, bu cür suallar kifayət qədərdir. Təəssüf ki, Azərbaycanda istər Milli Məclisdə, istər Nazirlər Kabinetində, istərsə digər dövlət qurumunda əyləşən şəxslər xalqla çox zaman ciddi bir təmasda olmurlar, ciddi bir təmas saxlamırlar. Onlar vətəndaşların, xalqın düşündüyünü maraqlanmırlar və məhz bu səbəbdən də bu şəxslər reallıqdan uzaq gülünc dəyişikliklər edirlər. Bir şey faktdır ki, hakimiyyətdəkilər dövlətin adından yararlanaraq insanların, vətəndaşların əllərində nə varsa almağa çalışırlar. Onların xalqa verdiyi yalnız və yalnız cəzadır. Davamlı olaraq illərdir cəzalandırmanın sonunda da bir gün bu xalqın onu cəzalandıranları cəzalandıracağı təbii ki, şübhəsizdir. Çox təəssüf ki, Azərbaycan hakimiyyəti radikallıqdan, çox təəssüf ki, Azərbaycan hakimiyyəti agresiyadan danışdığı bir zamanda, özü radikallıq etdiyi bir zamanda bu nüansları nəzərə almır və unudur ki, günün birində bütün bu etdikləri onun özünə qarşı qayıdacaqdır. O zaman bugün Azərbaycan dövlət televiziyalarında xalqa göstərdikləri Suriyadakı, İraqdakı vəziyyət Azərbaycanda yaranacaq və bu vəziyyətin yaranmasının birbaşa günahkarı Azərbaycan hakimiyyəti və bugünkü vəzifədə oturan məmurlar olacaq.